Bütün bizi izləyənləri salamlayıram. Bugün sizə Azərbaycan bir liqasında olan çempion 2 dərəcə və 3 dərəcəli oyunçuların hesablarını göstərəcəyik. Kuboklar düyməsinə daxil oluruq. Deməli, gördüyünüz kimi Roşsi Raul adında oyunçudur. Hesabına baxırıq. Normal hesabı var. Hal-hazırda çempion 2 dərəcədir. 1.240.000'dir. Çempion 1 dərəcəyə yaxındır. Klanın sahibi Rauf Nəsibov. Gördüyünüz kimi 114'dür kadrosunun səviyyəsi. Qarşı atakda çempion. Təkə-təkdə çempion 2 dərəcə. Hal-hazırda kadrosu ideal bir kadrosu var. Şərhə ehtiyacı yoxdur. Feruz bəyin hesabıdır. Çempion 2 dərəcədir. Kadrosu da baxın belədir. Fərhad bəyin kadrosudur. Hər ay çempion 2 dərəcə alan oyuncudur. Kadrosu da baxın belədir. Şərhə ehtiyacı olmayan kadrolardır bu göstərdiyim kadrolar. Maksimalni oyuncuları artırılıb oynanılır. Kiminsə də liqada kadrolarına baxmaq istəyirsə, orada çempionların 2 dərəcələrin hesablarına baxsınlar. Özlərinə oyuncu tapa biləcəklər. Smert Həsən hər ay qarşı atakda təkə-təkdə çempion olan oyuncudur. Həsən bəyin hesabıdır bu. Kadrosu da qəşəng, gözəl bir kadrosu var. Oynamaq da ki, yəni göz qabağındadır da, yəni çempion 2 dərəcə. Sonra Zitxay çempion 2 dərəcə. Kadrosu da belədir. Əlirza 777 çempion 2 dərəcə. Kadrosu da belədir. Elçin oğlu çempion 2 dərəcə. Kadrosu da belədir. İskəndərov çempion 2 dərəcə. Kadrosu da belədir. Ayxan bəyin hesabıdır. A.Asfron çempion 3 dərəcədir hal-hazırda. Hər ayda çempion 2 dərəcə ilə bitirəndir. Hesabı da belədir. Aşağıda da gördüyünüz Fez Mobile çempion 2 yazılıb. Anar bəy çempion 3 dərəcə, çempion 2 dərəcəni də alan oyuncudur. Hal-hazırda kadrosu belədir. Liqada kimə oyuncu lazımdırsa, çempion 2 dərəcələrə baxsın, çempionlara baxsın, özlərinə bir gözəl sastav qura bilərlər. Salmanov. Bizim izləyicilərimiz hamısı bu dərəcədə olmalıdır, yəni. Çempion 3 dərəcə. Hesabı da baxın belədir.
Kimlər ki gəldi, bizləri izlədi, ən azından çempion 3 dərəcəni aldı. Niko 014, çempion 3 dərəcə, hesabı da belədir. Qarabağ FC 113-dür kadrosunun səviyyəsi, çempion 3 dərəcə, çempion 2 dərəcəni alan oyuncumuz olub. Hesabı da belədir. Şərhə ehtiyacı yoxdur bu kadroların. Çünki bunların hamısı oynamağı bacaran, bilən oyunculardır. Vasya, çempion 3 dərəcə, hesabı da belədir. Qarna 17, çempion 3 dərəcə, hesabı belədir. Qasımov kadrosunun simvolik qrup 77. Yəni çempion 3 dərəcədir. Yəqin istəmir heç kim kadrosunu görsün. Tunar 313. Çempion 3 dərəcə, hesabı da belədir. Kubokları sizə yenə də Tunar 313. Trabzonspor. Trabzonspor hal-hazırda çempion 3 dərəcə, hesabı da belədir. Mən öz kadroma hal-hazırda daxil ola bilmirəm. Mən də çempionam. Ali M24, çempion 3 dərəcə, hesabı da baxın belədir. Klanda bütün aktivitini qoyanlar çox sağ olsunlar, var olsunlar. Nəcəfli 42, çempion 3 dərəcə, hesabı da belədir. Demək olar ki, kadrodakı oyuncular, yəni baxsaz bir 10 kadroya çox oyuncular eyni oyuncuları işlədir. Bir-birinizə baxıb, baxın məsəl üçün ki, hər hansı bir oyuncu onu işlədirsə, siz də onu işlədə bilərsiniz. Deməli, Umar çempion 3 dərəcə, hesabı belədir. Bizi izləyənlər hamısı demək olar ki, 90% insanlar çempion oldu. Çempion ola bilməyənlər bizi yarımçıq izləyən insanlardır. Biz onun üçün heç nə eləyə bilmərik. Leo. Kadrosu belədir, çempion 3 dərəcə. Sonra Upers Kuba, çempion 3 dərəcə, kadrosu da belədir. Kim sözə qulaq asdı, dediklərimizi elədi, özündə də həvəs varsa çempiondur.
insanda biraz gərək həvəs olsun çempionluğa. Qədirin hesabıdır bu. Qarşı atakda da çempiondur, təkə-təkdə də çempion 3 dərəcə. Hesabı da belədir. Sonra Quluzadanın hesabına baxırıq. Çempion 3 dərəcə. Hal-hazırda hesabı belədir. Sonra Oktay bəyin hesabına baxırıq. Uduz və normal sastav qrupu özünə çempion olub. Təbrik edirik. Bütün burada çempion 2 dərəcələr, 3 dərəcə almış hər kəsi təbrik edirəm. 1 dərəcələr də baxsın. Topu əsas özündə saxlamağı bacarsın. Onlar da hamısı çempion olacaqlar. Dribling sürətli bir oyuncu ən azında hesabda olmalıdır. Hüseyn ağa çempion 3 dərəcə. Hesabı belədir. Qarabağ 111. Çempion 3 dərəcə, 111 kadro ilə. Belə bir hesab var. Əli 113. Çempion 3 dərəcə. Hesabı da belədir. Yaxşı olar ki, hamı ikon sastav qursun. İkonik oyuncular alsın hesablarına. Həm uzun müddətlidir. Etkinlik oyuncusu, yəni çox davam gətirmir. Zaqatala Fıcı Heydər bəyin kadrosudur. 2 ilə yaxındır, tanıyıram. Gözəl oyuncudur. Gözəl sastavı olub həmişə. Xeyirli olsun. Əbdil 30, çempion 3 dərəcə. Belə bir hesabı var. 2, 5, 8, 9 dənə tot oyuncusu var. Əbdildən sonra kim var burada? Xan Lənkəran. Xan Lənkəran çempion 3 dərəcə. Kadrosu da belədir. Tacir çempion olub 985 mindir. Hesabı da belədir. Qarabağ Geni 81 elib simvolik qrup. Promaster əfsana 1-dədir. Kadrosu da budur, belədir. Ronaldo mütləq dəyişilməlidir bu kadrodan. Çünki Ronaldo böyük kartı lazımdır.
Sultan çempion olub 970 mindədir. Kadrosu da belədir. Çempion olub Bayern. Çempion əfsanə birdədir hal-hazırda. Kadrosu belədir. Artıq bu oyuncular çempionluqdan düşüb. Videonun sonuna gəldik. Çalışın bu liqada ən əsas. Baxın, Nəsibovun kadrosuna baxırsınız. Fərhadın kadrosuna baxırsınız. Smert Həsənə baxırsınız. Sitxaya baxırsınız. Roşsinin sastavına baxırsınız. Feruzun sastavına baxırsınız. Liqa oyuncuları. Elçinoğlu'nun sastavına baxırsınız. İskəndərovun, A010, Anar bəy, Salmanov, Niko 014 var burada. Sonra mənim kadromda var burada. Və sizə lazım olan oyuncular hazır bir şəkildədir hal-hazırda kadrolarda. Yəni hər hansı bir yerdə yoxlamağa ehtiyac yoxdur onu. Videonun sonuna gəldik. İzlədiyiniz üçün təşəkkürlər. Hamı zəhmət olmasa takip atsın, takip atmayanlar like atın ki, videoların davamı gəlsin.